kardeşler sualdır da bu geniş yayılmış cahiller arasında, firqələr arasında yani bu vəsilə məsələsi vasitə ki, nəyinsə kiminsə vasitəsi, onun adına, Allahdan istəmək. Yəni necə? Yəni bu məsələ icazə. Qəbirə gedib? Qəbir və yaxud başqa bir şeylər. Məsəl üçün, məsəl biliyoruz yani. Özüyə təvəssül eləmək məsələdir. Bütün bu cür bizdə ən çox... Vasitə bu. Onlar salih insanlardır, daha yaxın. Aydın da. Ümumiyyətlə, belə deyək də, bir qardaş bu yaxınlarda belə bir sual verib. Deyir ki, sualı belə verdi ki, deyir qardaş, bəzi firqələr var, deyirlər ki, təvəssül caizdir. Təvəssül olar. Mən də bilə-bilə belə cavab verdim ki, bəli, onlar düz deyirlər. Təvəssül olar. Qardaş özü çaşıb qaldı. Və lakin, necə təvəssül olar? Şəriətin icazə verdiyi təvəssül. Yəni, demək ki, sələflər və ya sünnət əhli təvəssülü inkar edir, bu yalandır. Aydındır. Və demək ki, şəriətdə təvəssül yoxdur, bu yalandır. Hansı alim deyib ki, İslamda təvəssül yoxdur? Bu yalandır. Necə Quran və sünnə deyir, var. Necə deyə bilərsən, yoxdur. Və lakin, biz nə deyirik? Biz deyirik ki, şəriətdə var, icazəli, halal olan, sünnət olan, ibadət olan təvəssül, hansı ki, sən o təvəssüllə savab qazanırsan, ibadət edirsən, Peyğəmbərin sünnətinə tabi olursan və o təvəssüllə həqiqi mənada Allaha yaxınlaşırsan. Təvəssül nədir? Vasilə. Yəni, səni Allaha yaxınlaşdıracaq bir vasitə. Şəriətdə təvəssülün elə növü var ki, bəli, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətidir. Bu dinnəndir və o təvəssüllə sən həqiqətdə Allaha yaxınlaşırsan. Elə təvəssül var bidətdir və elə təvəssül var şirkdir. Səni dindən çıxarır. Yəni, elə təvəssül var səni Allaha yaxınlaşdırır. Elə təvəssül var səni Allahdan uzaqlaşdırır və ya dindən çıxarır. O səbəbdən ayırmaq lazımdır. Və şəriətdə icazə verilən təvəssüllər nələrdir? Birincisi, salih insanın duası ilə Allaha təvəssül. Yəni, mən məsələn qardaşa deyirəm ki, qardaş, mənim üçün Allaha dua ilə. Ümumiyyətlə, qardaşa deyirəm ki, mənim üçün dua ilə. Sıxıntım var. Mən bu qardaşla Allaha təvəssül etdim, etmədim. Təvəssül etdim. Və buna da dəlil Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəti. Sahabələr gəlib Allah Rasulunun sağlığında Peyğəmbər sallallahu aleyhi ve sellemdən dua tələb edirdilər. Deyirdilər ki, ya Rasulullah, bizim üçün Allaha dua ilə. Məsələn, hədislərin birində Allah Rasulü cümə günü xütbə verəndə Mədinənin kənarından birisi gəlir, ya da cümədə olur namazdan sonra. Hər bir halda Allah Rasulundan yağış duası tələb edir. Yağış duası. Və sahabələrin zamanında da belə olub və tabinlərin zamanında da. Və ikincisi nədir? İkincisi, Allahın ad və sifətləri ilə Allaha təvəssül etmək. Ad və sifətlərlə. Yəni, məsələn, mən dua edirəm ki, ya Razzaq, məni ruzulandır. Ya Vahhab, mənə övlad ver. Allahın adları ilə Allaha təvəssül edirsən. Allahın adlarını zikr edərək, hansı ki, Allah subhanət hala Quran-ı Kərimdə buyurur ki, gözəl adlar Allaha məxsusdur və onu bu adlarla çağırın. Həmçinin təvəssülün üçüncü növü şəriətdə icazəli olan salih əməllərlə. Salih əməllərlə Allaha təvəssül. Məsələn, namaz, oruc, zəkat. Aydındır. Allah subhanət hala buyurur ki, وَاسْتَعِينُ بِالصَّبْرِ وَالصَّلَاةِ Allahdan səbir və namazla yardım diləyin. Yəni, belə deyək, sual versəm, namaz məni Allaha yaxınlaşdıran vasitələrdən bir vasitədir ya yox? Yəni, mən namaz vasitəsilə Allaha yaxınlaşmıram, deməli, namaz vasilədir də, təvəssüldür də. Məsələn, mən Ramazanda oruç tuturam. Ramazanda oruç tutmağım məni Allaha yaxınlaşdıracaq bir vasitə deyil. Deməli, şəriətdə əsl olan nədir? Bizi Allaha yaxınlaşdıran vasitələr bizim öz salih əməllərimizdir.
Allah Subhanahu taala buyurur ki: "İleyhi yesadul kalimut tayyib." Gözəl söz, yəni möminin duası Allaha yüksəlir. "Vel amelus salihu yerfa'u." Onu da salih əməllər yüksəldir. Sənin duavı, həmdivi, zikri Allaha nə yüksəldir? Salih əməllər. Və lakin fikir verin, bidət əhli nəyi dəlil gətirir? Onlar götürürlər Quran-ı Kərimdə bu ayəni: "Vabtağu ileyhil vasilə." Vabtağu ileyhil vasilə. Allaha yaxınlaşmaq üçün vasitələr axtarın. Bu ayəni götürürlər ki, Allah Subhanahu taala buyurur ki, Allaha yaxınlaşmaq üçün vasitələr axtarın. Yəni nə? Yəni gedin pirə. Əgər belədirsə, fikir verin. Əgər belədirsə, onda Allah Rasulunun zamanında bu ümumi ayədir. Yəni necə? Allah Subhanahu taala buyurur ki, Allaha yaxınlaşmaq üçün vasitələr axtarın. Bəli. Elə biz də bu deyirik də. Biz də Allaha yaxınlaşmaq üçün vasitələr axtarırıq. Salih əməllər. Salih əməllərlə Allaha yaxınlaşırıq. Biz də salih əməllər içərisində Allaha bizi daha çox yaxınlaşdıran əməlləri axtarırıq. Hamısı vasilədir. Və lakin bunu yozmaq pirə, şirkə, bidətə aparmaq, onda biz deyirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında Məkkə müşrikləri elə bu ayəyə əməl edirdilər. Yəni Allah Rasulunun zamanında Məkkə müşrikləri həmin bütlər ilə Allaha təvəssül edirdilər, etmirdilər. Edirdilər. Dəlil nədir? Zümer surəsi 3-cü ayə. Allah Subhanahu taala müşriklərin, kafirlərin dili ilə deyir. Deyir ki: "Vellezine yed'un min dunillah." O kəslər ki, Allahdan qeyrisinə ibadət edirlər. Bax, Allah onları nə adlandırdı? Allahdan qeyrisinə ibadət edənlər, yəni müşriklər. Onlar deyərlər ki: "Mə na'buduhum illə liyuqarribuna ilallahi." Eşitdiniz də ilallahi zülfə. Biz bu bütlərə yalnız və yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik. Deməli, Məkkə müşriklər deyirdilər ki, biz bu bütə ona görə ibadət edirik ki, bu büt bizi Allaha daha çox yaxınlaşdırsın. Deməli, Məkkə müşrikinin bütə ibadətdə qəsdi nə idi? Allaha yaxınlaşmaq. Zümer surəsi 3-cü ayə. Və lakin o bütünü etmişdi? Vasitə. Deməli, o müşrik gəlsin, desin ki, yox, mən müşrik deyiləm. Niyə? Çünki mən Allahın "Vabtağu ileyhil vasilə." Allaha yaxınlaşmaq üçün vasitələr axtarın ayəsinə əməl edirəm. Allah Subhanahu taala deyir axı, Allaha yaxınlaşmaq üçün vasitələr axtar. Hə? Mən də axtardım, bütü tapdım. Belə şey olar? Olmaz. Aydındır. Yəni bu ayə ümumidir. Yəni ümumi ayəni götür ki, Allah Quranda buyurur ki, Allaha yaxınlaşmaq üçün vasitələr axtar. Mən gedim qəndə ibadət eləyim, düyyə ibadət eləyim, pesoqa ibadət eləyim ki, Allah Quranda deyir ki, Allaha yaxınlaşmaq üçün vasitələr axtar. Mən də axtardım, bunu tapdım. Mümkündür? Yox. Allaha yaxınlaşmaq üçün vasitələr axtar, yəni şəriətin icazə verdiyi, əmr etdiyi vasitələr içərisindən. Aydındır? Məsələn, Allah Subhanahu taala bizə əmr edir, ailəni dolandırmaq üçün bir qazanc mənbəsi axtarmağı, evdə boş oturmamaq. Yəni şəriət bunu əmr edir, etmir? Edir. İndi mən də gedim, bir iş açım, faizlə əlaqəli bir iş. Deyim ki, şəriət əmr edir ki, qazanmaq lazımdır. Mən də getdim, bunu tapdım. Yox, şəriət deyir qazanmaq lazımdır. Və lakin şəriətin halal gördüyü çərçivədə. Və əhəllallahul bey'a və harramər ribə. Allah ticarətə halal, ribanı isə haram etdi. Yəni halalı haramdan ayırmaq lazımdır, həmçinin təvəssüldə də. İxlasla.com saytı tərəfindən təqdim olundu.